Bakıda kənd təsərrüfatı və qida sənayesinin ən böyük beynəlxalq tədbirlərindən biri başlayıb. Sərgi dövlət, özəl sektor, elm və innovasiya nümayəndələri arasında səmərəli əməkdaşlığın gücləndirilməsinə, beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsinə xidmət edir. Bu il sərgi ilk dəfə Kaspion Agrovik formatında təşkil olunur. Yeni konsepsiya çərçivəsində məhsul və texnologiyaların nümayişi ilə yanaşı forumlar, panel müzakirələr və işgüzar görüşlər də keçirilir. Sərgidə dünyanın 45 ölkəsindən 447 şirkət iştirak edir. Almaniya, İtaliya, Koreya, Niderland və digər ölkələr milli stendlərlə təmsil olunur. Möhtəşəm bir sərgidir. Mən uzun illərdir ki, Kaspian Agroya gəlirəm və hər il daha çox texnologiyanın şahidi oluram. Bunu görmək çox xoşdur. Təbii ki, fermerlərin kənd təsərrüfatını inkişaf etdirmək üçün daha çox texnologiyaya ehtiyacı var. Burada bir kombayn nümayiş etdiririk. Azərbaycanda kənd təsərrüfatına dəstək verən təxminən 1000-ə yaxın kombaynımız var. Çöldə isə traktorlarımız da var. Fermerlərə göstərmək üçün geniş çeşiddə traktorlar təqdim edirik. Azərbaycanda kənd təsərrüfatı sahəsində hökumətin fermerlərə bu məhsulları ala bilmələri üçün verdiyi subsidiyalardan və göstərdiyi dəstəyi yüksək qiymətləndiririk. Sərgi dövlət, özəl sektor, elm və innovasiya nümayəndələri arasında səmərəli əməkdaşlığın gücləndirilməsinə, beynəlxalq təcrübənin mübadiləsinin genişləndirilməsinə xidmət edir. Azərbaycan məhsullarının potensial alıcılara təqdim olunması üçün də çox yaxşı imkanlar var. Elə bu məqsədlə Azeksport portalı olaraq biz də bu tədbirdə iştirak edirik. Məqsədimiz həm Azeksport bazasında olan şirkətlərlə yeni məhsullar üzrə danışıqlar aparmaq, onların xarici bazara çıxarılması üçün dəstək mexanizmlərini daha da dərinləşdirmək, həmçinin yeni formalaşan yerli şirkətlərin məhsulları ilə tanış olmaq, onları portalla daha yaxından əməkdaşlığa dəvət etməkdir. Ölkəmizdə 14 iqtisadi rayon üzrə 23.060 hektar nar əkin sahəsi mövcuddur. Keçən il 2025-ci il mövsüm ilində 187.137 ton ümumi nar istehsalı olmuşdu. Ümumiyyətlə qürurla demək istəyirəm ki, nar və nardan alınan məhsulların 2025-ci ildə ixracından 54 milyon dollardan artıq ümumi gəlir əldə olunmuşdur. Sərgilər çərçivəsində Azərbaycanın müxtəlif regionlarından olan fermerlər üçün xüsusi turlar təşkil olunacaq. Bu il 50-dən artıq bölgədən 1000-dən çox fermerin sərgini ziyarət etməsi gözlənilir. Çinarə Qambayeva, ASTV İqtisadiyyat.